Nizami rayon məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cabir Cəbrayılovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İttihama görə hadisə 2026-cı ilin yanvar ayında gecə saatlarında paytaxtın Nizami rayon ərazisində baş verib. Cabir Cəbrayılov qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Vəslə Məmmədova ilə birlikdə piyada hərəkətdə olarkən tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə səbəb qadının irəlidə getməsi və bununla bağlı təqsirləndirilən şəxsin ona iradə bildirməsi olub. Mübahisə zamanı tərəflər arasında gərginlik artıb və qarşılıqlı narazılıq yaranıb. Bu zaman Vəslə Məmmədova Cabir Cəbrayılovun ünvanından alayiq ifadələr işlədib. Bundan əsəbləşən təqsirləndirilən şəxs qadına qarşı fiziki zor tətbiq edib və onu sifət nahiyəsinə şillə vurub. Hadisə nəticəsində zərər çəkmiş şəxs müxtəlif bədən xəsarətləri alıb. Məhkəmənin hazırlıq iclasında ifadə verən Vəslə Məmmədova təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. Qadın bildirib ki, ona vurulmuş zərər tam ödənilib. Cabirə qarşı heç bir şikayəti, tələbi və ya iddiası yoxdur. Məhkəmənin hökmü ilə Cabir Cəbrayılov cinayət məsuliyyətindən azad edilib. Qeyd edək ki, ad və soyadlar şərti verilib.